Salam, xoş gördük. Şənbə günü Gəncəyə getmişdik. Rənaya məktəb şalvar almaq lazım idi. Çünki baxdım ki, artıq havalar soyuyası idi. Dedim şalvar alaq. Məktəbə də qoymurlar cins şalvar geyinməyə. Qara cins şalvarları var idi, amma qoymurlar geyinməyə. Məktəb forması olmalıdır. Ona görə getdik. Həm də bir-iki işimiz var idi. Gəncədə həll eləməliyik. Yarım saat vaxtımız var idi. Dedik gedək Xan bağında biraz gəzək. Uşaqlar orada sevirlər gəzməyi. Mən də dedim sizin üçün biraz çəkim Xan bağını. Mən Xan bağını çox sevirəm. Gəncədə yaşayanda tez-tez bura gəlirdik. Burada yayda əsasən gün batandan sonra gəlib burada otururduq. Çox qəşəng olurdu, sərin olurdu, fontanı olurdu. Uşaqlar oynayırdı, çox sevirdim oturub baxmağı. İndi artıq öz uşaqlarımla gəlirəm Xan bağına. Uşaqlar da çox sevirlər deyə gəldik. Dedim sizin üçün də çəkim buranı. Düzdür, hamısı hər yerini çəkə bilmədim, çox gəzə bilmədik. Yarım saat vaxtımız vardı. Elə biraz uşaqlar gəzdilər. Ona görə hər yerini çəkə bilmədim. İnşallah bir gün nə vaxt getsək, bütün Xan bağının hər yerini çəkəcəm. Çünki şəxsən mənim üçün çox maraqlıdır bura. Nə qədər də gəlsəm, hər dəfə də gəlsəm yenə də mənə maraqlı olur burada gəzmək. Girmə ora. Su var içində. Небе ночном полная тьма пелена облаков. В доме моем вновь тишина ночи без снов. Ты для меня словно звезда, и от меня вдали. И почему снова спрошу, все позади? В океане глаз твоих тонул, больше я тебя не обниму, и своей теперь не назову. Но почему снова развели с тобой мосты, словно я в пустыне без воды? Как же мы остались без любви? Не уходи. Я не спешу все позабыть, сердцу не дам остыть. Ветром ночным буду лететь я за тобой. Как передать грусть и тоску, я не хочу винить. В нашей с тобой сложной судьбе я никого. Я не глаз твоих тонов, больше я тебя не обниму, и своей теперь не назову. Без воды, как же мы остались без любви? Не уходи. Evə qaydanda yol üstü belə gördük ki, yolun qırağında meyvələr satırdılar. Armud, nar satırdılar ancaq. Amma burada qoz da var idi deyə dedik, bunlara baxaq. Armud çox yaxşı armud idi. Sadəcə seçmək lazım idi. Yaxşılarını seçdik. Çox qəşəng sulu, dadlı armud idi. Nardan da seçdik bir neçəsini. Çünki biraz belə çürükləri var idi. Amma qoz çox yaxşı qoz idi. Çox yaxşı. Elə 2 kilo idi, hamısını götürdük. 6 manata verdilər bizə. Sadəcə bazarda qiymətləri bilmirik necədir, mən bilmirəm.
Məncə 6 manat yaxşı idi bu qoza. Çox qəşəng idi, yekə idi, həm də içi qəşəng, çürüyü heç çıxmadı demək olar ki. Dreams came on to